Müəyyən səs tellərinin üzərində şişlər var idi, poliplər, onlar kəsilib götürülməli idi. Bir 5 gün, bir həftə baş verən proseslərdən sonra əməliyyat olundum. Əməliyyat olunduğum günə qonşu kanalların birində verilişdə olmalıydım mən. Yəni verilişdə yalancı çıxmayaq deyənə köməkçi götürüb ora 5 saniyə video atmışdı. O da efirdən pis məqsədlə yox, belə paylaşım eləmişlər ki, yəni şair doğrudan da əməliyyat olub. Sonra da sağ olsunlar, o bir hansı sayt idi bilmirəm, hansı bu dırnaq arası saytlardan idi. Götürüb paylaşıb ki, Orxan ölüb. O mən videoda çəkdim, onunla bağlı danışdım. Buradan da demək istəyirəm bütün o saytlara ki, elə şey eləməyək. Bugün də şükür edirəm ki, o xəbər yayılan məqamda, həmən saniyədə, həmən saatda yaxşı ki, ailəm, uşaqlarım, atam, anam yanımdaydı. Məsələn, yaşlı adamlar da atam, anam və yaxud evdəkilər olsun, mən olmayan yerdə o xəbəri eşitsələr, günə qalar insan. Buradan yəni demək istəyirəm ki, o heç yaxşı şey deyil.